Şəki şəhərinin Qaradağ rayonu Lekbatan qəsəbəsində yerləşən anbarlardan birində qeydə alınan yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb olunub. Alovun geniş əraziyə yayılması səbəbindən söndürmə işlərinin sürətləndirilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin helikopterləri də əməliyyata qoşulub. Hadisə yerində havadan və qurudan paralel şəkildə müdaxilə tədbirləri həyata keçirilir. Yanğının yaxınlıqdakı obyektlərə keçməsinin qarşısını almaq üçün xüsusi təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə çoxsaylı yanğın söndürən texnika və şəxsi heyət cəlb edilib. Fövqəladə Hallar Naziri general-polkovnik Kemalettin Heydərov da hadisə yerinə gəlib. Nazir söndürmə əməliyyatının gedişi ilə yerində tanış olub, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verib. Eyni zamanda polis əməkdaşları tərəfindən ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Vətəndaşların təhlükəsiz şəkildə təxliyəsi, əraziyə giriş-çıxışın nəzarətdə saxlanılması və yanğın söndürmə qurtarma qüvvələrinin maneəsiz fəaliyyəti üçün operativ tədbirlər davam etdirilir. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam edir. Hadisənin baş vermə səbəbləri araşdırılır.